Bərdədə ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyini həsr olunmuş tədbir keçirilib. Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, xalqımızın dahi oğul və ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə Bərdə Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, icra aparatının əməkdaşları, rayon hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatlarının rəhbərləri, ziyalılar, şəhid ailələri, müharibə əlilləri, yapım fəalları, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla anıblar. Tədbirdə Azərbaycan xalqının ümummilli həyat və fəaliyyətindən bəhs edən Əsrin Adamı filmi nümayiş olunub. Rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb. İcra başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli liderin həm SSR dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər Respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxardıb, xalqımızın taleyinə misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Sonra YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya çıxış edərək xalqımızın milli azadlıq və müstəqillik tarixində xilaskar rol oynamış Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, ölkəmizin müstəqilliyinə, ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı yönələn qəsdlərin qarşısının alınmasındakı rolundan danışıb. Qeyd edib ki, Heydər Əliyev möhtəşəm quruculuq siyasəti ilə Azərbaycanın ən yeni tarixini yazmış fenomen şəxsiyyətdir. Bu siyasəti inamla davam etdirən dövlət başçısı İlham Əliyev isə Ulu Öndərin yaratdığı şanlı tarixi yaşatmaqla birlikdə həm də artıq yeni dövlətçilik məktəbinin banisinə çevrilmiş, 44 günlük tarixi zəfəri qazanmaqla yeni bir tarixi epoxanın əsasını qoymuşdur. Vüsal Rafiqoğlu, Rauf Qarabağlı, Vəfa Hüseynova, Aran TV Bərdə.